Əvvəla bu gələn ay münasibəti ilə Rəcəblə bağlı mən möminləri, burada əyləşənləri və olmayan bütün əziz qardaşlar və bacıların hamısını bu ay münasibəti ilə təbrik edirəm və Rəcəb ayı bildiyimiz kimi Ramazan ayının müqəddiməsi deyərlər. Rəcəb və Şaban bizim Ramazan ayında tutacağımız oruçların mahiyyətini bu aydan Allah müqəddimə eləyir. Həm Rəcəbdə qoyub, həm də Şabanda. İndi əgər siz birdən özün su içirsən, tutmamısan, nəsiyyət edirsən, hala tutan qardaşlar bizi dua eləsinlər. Bu ayın barəsində çox fəzilətli Əhl-i Beyt əleyhissalamdan sözlər gəlir. Baxın, bizim keçən cümələrdə mövzumuz nə idi? İnsanın xislətinin yaxşılığa dəyişməyi. Biz keçən cümə bəzi mətləbləri demişdik. İnsan xisləti əslində yaxşılıqla yaradılıb. Aləmin yaradılışında şərr olmayıb. Düzdür, məsələn, etiqadi bəhslərdə bəzi məsələlər var ki, valideynin övlada təsirindən pislik ki, insanda yaranıb, xəlq olur. Bu da bir müddət övlad, insan yaşayıb, həyat proqramını qurandan sonra olur. Əvvəl xilqətdə pislik olmur. Əvvəl xilqətdə şərr olmur. Əvvəl xilqətdə şərr olsa, onda nəvzubillah, tamam insanların nəqais və üsyanların hamısını insan qoyar Allahın öhdəsinə. Heç bu qədər Allahın bizə verdiyi hər şeyi ki, neymətləri saysaq da belə qurtara bilmərik. Bununla belə insan bəzən öz nöqsanlarını atır Allahın üstünə. Allah da görür ki, olan hadisələrdə bəzi işlərin nəticəsi ki, bu həddə gəlib çıxıb, insan yapışır Beqol Yarıqovdan, Allahdan ki, sən elədin məni. Nə çox o cür əqidələr var. Hələ Allah bunu bu cür eləməyib, yaradılışın əvvəlin şər yaratmayıb, insanlar şərrini Allahdan görür. O ki, gələ xilqətin əvvəlində şərr ola, onda insanların bu qədər elədiyi üsyanların hamısını kimin ayağına yazasan, kimə deyəsən və məhşərin proqramı itər, qiyamətin hesabının, o belə desək, qayda qanunu öz çərçivəsindən çıxar axı. Əgər bir şeyin ki, əvvəli pislik yaranıb, şər yaranıb, necə bundan sabahlarım qeyri-ət şər, yəni yaxşılıq və xeyrətin sualını Allah eləyər. Allah insanı yaradılıb xeyrətin son nöqtəsinə gedəcək yolları ilə fahəm və onun hamısı üçün də Peyğəmbər və imam təyin edib ki, insan getsin və hesabatını da bu çərçivədə, bu ölçüdə, bu proqramda versin. İndi gələ insan bunun əvvəlin bünövrəsi şər yarana sabah, onda Allah insandan necə hesab alar? Bu biraz əqlən və məntiqən qəbul olunan məsələ deyil, amma mövzumuz da bu deyil. Mövzumuz buydu ki, insanın dəyişkənliyi ilə bağlıdır ki, insan xisləti pisliyə vadar olandan sonra, mürtəkib olandan sonra eləyə bilər. Əhl-i Beyt əleyhissalam bu qədər təkid edir ki, insan yaxşılığa dəyişsin. Heç vaxt insan üçün o qapılar bağlanmayıb. Heç vaxt o qapılar bağlanmayıb. İnsan ən pis nöqtələrindən qayıdış yollarını tapa bilər. Qayıdış yollarını tapa bilər. Biz keçən cümələrdə bundan bəzi nəticələr aldıq ki, Əhl-i Beyt həriskar olub bizim qayıdışımız üçün, nə qədər insanlıq üçün xeyir var, onun üçün deyirlər, bu yoldan qayıt, bu xislətlərə malik ol, Allah sənin üçün nələr vəd eləsin. Bunlar öz yerində. Baxın, Rəcəb ayı ki, elə fürsətdir daha, gəlib indi çıxıb, bizim Ramazanda dəyişib doğrudan Allahın bizi Ramazançıların səhnəsində görmək istədiyi kimi görsə, gərək müqəddiməni buradan başlayaq, Rəcəbdən Şabandan başlayaq. Rəcəbdən Şabandan başlayaq. Rəcəb Şaban doğrudan Ramazanın istədiyi kimi dəyişkənliyimizə ki, keçən illərdəki Ramazanda hərə özünün Ramazanın orucunu necə tutub nöqsanın və naqisliyin bilir. Onun dəyişkənliyin gərək bu başdan başlayaq. Onun dəyişkənliyin başdan başlayaq. Məsələn, baxın, mən dəfələrlə mövzulara işarə eləmişəm, amma hər bir Ramazanlarda nə qədər müşkillər, problemlər çıxır, etiqadlı məsələlər çıxır. Heç qeyri-xilaf əqidələrlə yox, öz daxili məsələlərimizdir. Nə qədər məsələlərimiz çıxır ortaya. Biri orucunu tutur, biri tutmur, biri deyir bayramdır, bayramdır. Da bunu çox başınızı ağrıtmıram da, çox eşitmişsiniz. Sizin də qulaqlarınız yorulub, mənim də qulaqlarım yorulub. Nə qədər problemlər çıxır. Bunun hamısının mənası nədir? Biz bu aylardan doğrudan dəyişmək istəməmişik da. Dəyişkənlik halətimiz bizdə baş verməyib, üz verməyib da. Və o dəyişkənliyi də bunu da qeyd eləyək ki, xüsusi insanlar tərəfindən baş verir. O Ramazanın da o halında insanların arasından fəsad qurtarmır. Öz başına olmayıb. Mən bu yaxın günlərdə məclislərin birində bir dənə məsələni demişdim. Qacarilərin vaxtında Osmanlı hakimiyyəti bilirsiniz da, məsələn o zaman ki Türkiyə, İstanbul ki onun paytaxtı idi, o zaman da Osmanlı hakimiyyətin dünyaya müsəlman hakimiyyəti və hökuməti kimi tanıtdırmışdılar. Yəni İslam deyəndə Osmanlı hakimiyyəti bu cür idi. Hala işim yoxdur, sonra bir siyasi tərəfləri ilə ondan başqa məsələlər çıxmasın. Bizim bugün o həddimiz deyil, duraq ixtilaf salaq. Bizim məqsədimiz müvafiq olmaqdır, müxalif olmaq deyil.
Amma da indi bir zaman da bunu çatdırmışlar ki, bütün dünya məmləkətlərinə ki, İslam hakimiyyəti və hökuməti Qacarların vaxtında haraydı? Türkiyə idi, İstanbul idi ki, Osmanlı hakimiyyəti, yəni din. İndi Şah İsmayıl Xətai sonra bunlara müxalif olanda niyə bu günlərin o cür fəzilətli Şah İsmayıl Xətainin işlərini gətiriblər, qoyublar sual altında? Niyə? Osmanlı hakimiyyətini axı dünyaya İslam hakimiyyəti kimi çatdırmışdılar. Səhər kim buna xilaf olsa deyərdilər ki, onda bunun düşməni hər kimliyindən asılı olmayacaq, Allaha və Peyğəmbərə və İslama düşməndir. Xətaini ona görə bu qədər işləri ilə fəzilətli şiə üçün nələr işlər görüb, bunu neynirlər? Bəzən görsən atırlar o düşmənlər siyasına ki, niyə Osmanlı ilə müharibə edib? İşimiz yoxdur bizim o mövzularına. Bir zaman var idi, məsələn, o hakimiyyət dövründə Tehranda Osmanlı hakimiyyətinin bir səfirliyi var idi. Tehran şəhərində deyir, o səfirin işçiləri, o səfirliyin yanında kiçik bir məscid var idi. Məsciddə Salamun aleyküm, sübh namazına gələrdilər, o səfirin işçiləri hər sübhün orada qılardılar, cəmaat namazı ilə qılardılar. Oranın İmam Cüməsinin dilindən yazırlar bunu, ki, çox illərdə keçməyib, da indi bizə yaxın olan bir tarixlərdir. Deyir, oranın İmam Cüməsi deyir, buranın bir rozəxanı var idi. Deyir, bu rozəxan hər sübh namazında gəlirdi, Həzrəti Zəhradan bir dənə rozə oxuyurdu, eyni cür rozəni oxuyurdu. Rozəni oxuyurdu, başlayırdı, ikinci xəlifəyə lənət göndərirdi, gedirdi. Deyir, bir gün buna yaxınlaşdım ki, sən bundan başqa rozə bilmirsən, nə məsələdir, eyni cür rozəni oxuyursan, bu istər-istəməz diqqət cəlb edir. Da gün, ay, il, bu hər gün eyni rozəni oxuyur, sübhdə hər gün eyni rozə. Deyir, dedi ki, vallahi mənim bir nəfər var, bu işə mürtəkib edib, məni bu işə vadar edib. Hər gün gətirir mənə şam namazından sonra 5 riyal verir ki, səhər sübhdə gedib həmən rozəni sübhdə oxuyarsan. O həmən Osmanlı hakimiyyətinin o səfirliyin işçiləri bura gələndə sübhdə iminli bu rozəni oxuyarsan. Deyir, dedim, sənə bu 5 riyalı kim verir? Bunun əlamətin adını öyrəndim, familiyasının, atasının adını, nəsl-o nəcabətin, bildim də bu kimdir. Fikirləşdim ki, bunun bir kiçik mağazası var, özü də kasıb bir adam. Bu nə məsələdir? Bu 5 riyalı heç özü üçün tapmır. Hər axşam buna 5 riyal verir. Gəldim, çıxdım bunun özünün yanına. Bununla həm söhbət olandan sonra dedi, mənə də filan kəs hər gün 2 tümən verir. 1 tümən 10 riyal idi o zamanda. 2 tüməni 20 riyal eləyir. 2 tüməni allam, eləyirəm 20 riyal, 5 riyalım verirəm buna roza oxuduram, 15 riyalda qalır mənə. İlə axır deyir, getdim çıxdım bunun axırına ki, İngilis səfirliyində olan işçilərdən biri hər gün 25 tümən ayırır ki, bir dənə məsciddə şiə və əhl-i sünnə arasında neynəsin, bir ixtilaf salsın. Heç onun məqsədi də Həzrəti Zəhraya roza oxutmaq deyil. Ki, cəmaatı Həzrəti Zəhranın məhəbbətinə dəyişsin, əslən belə məsələ yoxdur. Ki, elə bunun məqsədi arada ixtilaf qatıb, cəmaatı bir-birinin üstünə qoymaqdır. İndi bir səfirin işçilərinin çöldən keçən adi insanların siyasından fərqi var da, səhər bu ölkələr arasında bunların, belə desək də, bir söz deməyi ixtilaf sala bilər axı. Bunun məqsədi Həzrəti Zəhraya məhəbbət dəyişmək deyildir ki, bunun məqsədi ixtilaf salmadır. İndi bu Ramazan gələndə ki, bu qədər müşküllər olur, bəyən bunlar ki, məsələn, bizə canları yanır, deyir ki, bugün bayram deyil, sabah eləyərsiniz, bugün əhya deyil, sabah eləyərsiniz. Bunların hamısı nə əhyanın hörmətidir, nə fitir bayramının hörmətidir, bizi onlara dəyişmək deyil, məqsəd elə cəmaat arasında müxalifət yaratmaqdır. Amma İmam nə qədər keçən həftələrdə hədislər oxumuşduq. Əhl-i Beyt əleyhissalam nə qədər təkid edir ki, insan xislətini sən dəyiş, sənə yadlar tərəfdən olan dəyişkənlik, pisliyə olan xislətlər səndə təsirin qoya bilməz. Səndə öz əyağını tapdıra bilməz. İndi o cürdə məsələn fitnə və fəsadla insanları elə dəyişirlər. Bəzən nəğuzubillah, bila təşbih, misalı uzaq, biraz etiqadı zəiflər Allahın Peyğəmbərinin işində şəkk eləyirlər. Allahın Peyğəmbərinin işinə şəkk edirlər. Niyə? Xislət o qədər yaxşılığa dəyişib özünə yer tapdımıyıb, boşdur, əqidə puçdur, yaxşı yerdə bünövrə olunmayıb, adi bir küləklər bunu tez yerindən qopardır, tez əsdirir. İndi bir dənə də zəncir barəsində bir əhvalat danışdım, dəyəcəsi yəqin buranın zəncirinə görə deyirsiniz. Həzrəti Davud Peyğəmbər haqqında Quranda bilirsiniz də, ayələr çoxdur. Həzrəti Davudun özünün xüsusi bir qəzavət qanunu var idi. Quran deyir ki, Bəqərə surəsi səhv eləmirəmsə 251-ci ayədə Bismillahirrahmanirrahim və ətəhullahul hikmə və ətəhullahul mulkə vəl hikmə əlləməhu mimma yəşə. Əlləməhu mimma yəşə. Bəqərə 251-dir. Quran buyurur ki, Allah Həzrəti Davuda elmi və hikmət öyrətdi və o hər o şeyi ki, Allah istədi Davuda təlim elədi. Hər nə istədi Davuda təlim elədi. Minhacus Sadiqin kitabının təfsiridir özdə Minhacus Sadiqin. Təfsirin müəllifi Molla Fəthullah Kaşani nəql eləyir Zəhhaqdan. Deyir, Zəhhaq nəql edir ki, bunu İbn Abbas mənim üçün danışdı. Bu ayənin təfsirini mənə dedi ki. O ki deyir, və ətəhullahul mulkə vəl hikmə və əlləməhu mimma yəşə. Allah Həzrəti Davuda elmi verdi, hikmət verdi. Hər nəyi Allah istədi Davuda öyrətdi.
Hər nəyi istədi Davuda öyrətdi. Deyir İbn Abbas deyir ki, Allahın Həzrəti Davuda verdiyi elmdə məqsəd bilirsiniz nə idi? Bir dənə zəncir idi. Deyir Həzrəti Davud oturduğu yerdə hücrənin üstündən asmışdı zəncirin. Deyir hər kim qəzavət eləsə, haqla batıl üzə çıxanda gələrdilər, o zəncirə əl atardılar. Kimin əli ona çatsa, dəysəydi bilərdilər həqiqətdir. Kimin əli çatmasaydı nə edərdilər? Bilərdilər batıl bir şəxs insandır. Onun batilliyi üzə çıxardı. Deyir günlərin bir günündə bir nəfər cəvahirətin, bahalı cəvahirətin bir nəfərə əmanət vermişdi. Bir müddətdən sonra gəldi ki, mənim cəvahirətlərimi ver. Dedi ki, qaytarmışam özünə. Nə qədər təşkilatdan sonra dedi ki, vermişəm özünə. Durdu gəldi Həzrəti Davudun yanına. Ki, ya Allahın Peyğəmbəri. Bizim belə bir məsələmiz olub, bir nəfərə əmanət vermişəm, danır deyir, o əmanəti sənə qaytarmışam. Həzrəti Davud dedi ki, mənim qəzavətim üçün bilirsiniz, Allah mənə bir zəncir göndərir. İkisini də Həzrəti Davud çağırtdı, həmən o qəzavət kürsüsünə. Birinci bu əmanət verənə dedi ki, əl at bu zəncirə. Deyir, gəldi, durdu bu zəncirlə üzbəüz, dedi ki, bilirsən ki, iddiamda düzəmdə. Özün bir hökm elə, özün bir ədalətlə mənim bu həqiqətim üzə çıxsın. Deyir, əlin atdı, zəncirdən tutdu. Hətta bu cür yazırlar orada. Deyir, İbn Abbas nəql edir ki, Zəhhaq deyir, İbn Abbas deyir, mənə dedi ki, o zəncirin xüsusi bir əlaməti vardı. Hər insanın əli çata bilərdi, amma batil olanlar əl vursa əli yetişməzdi ona. O tərpənərdi, yerlənərdi, xüsusilə səs çıxardardı, səs verərdi. Deyir, bu əlin atdı, tutdu. İkinci də deyir, əlində bir dənə əsa gəlmişdi ki, bundan uzaq, bu cür bir əsa. Cəvahirəti də əsanın içini boşaldıb, töküb içinə, tutub əlində. Gəldi, durdu, zəncirlə üzbəüz, yaxınlaşdı, bu həmən əmanət ki, aldığı adam var idi. Dedi, əsamı saxla, mən bir dənə zəncirdən əlimi tutum. Dedi, yaxşı. Tutdu, əsanı əlində saxladı. Gəldi, tutdu, durdu zəncirin qabağında, dedi, ilahi, bilirsən ki, əmanətin qaytarmışam. Əsada verib də. Dedi ki, bəli. Dedi, ilahi, bilirsən, Allahla münacatını edir də, batil də olsa, axmaq da olsa, alçaq da olsa, hər nədir da. Deyir, əlini atdı, zəncirdən tutdu. Həzrəti Davud kimi Peyğəmbər təəccüb edir. İlahi, bu necə bir məsələdir? Bir-birinə müxalif olanlar hökm edir, ikisinin də hökmü həyata keçir. Bu göndərdiyin batildir. Batildə göndərdiyin. Yoxsa bu nə məsələdir? Cəbrail nazil oldu ki, Davud o əsanın içində əmanəti qaytarıb sahibinə. Bu cür bir dənə hiylə ilə istəyir, sənin məktəbinə həqiqət olanlar da nifrət eləsinlər. İndi fərz elə ki, Həzrəti Cəbrail nazil olmadı, biz hələ fərziyyəsini danışaq da, bildirmədi. Bu haqq iddiaçı özü bilir axı haqdır. Bu cəmiyyət bilmir axı. Sabah bunu Həzrət Davud deyəndə ki, bu da haqdır, sənin kimi, sənin də əlin çatdı zəncirə bunun da, indi bu nə desin? Bu cür cəmaatın arasında ixtilaf salırlar da, bu cür cəmaatın yaxşılıqdan pisliyə dəyişirlər da, bu cür işlər görürlər da. Özdə necə, lazımdır ona bunu məsələn çöldən heç kim də görmür. Bunu bugün o adamlar edir ki, həmən o Həzrəti Davudun yanında olanlar idilər da. O bəziləri öyünür ha, Peyğəmbərin yanında hər kim vardı, hamısı behiş əhli idi. Peyğəmbərin yanında olanların çoxu cəhənnəm əhli idi. Niyə? Məsuliyyətləri ola-ola Peyğəmbərə müxalif olmuşdular. Peyğəmbər yanında olmaq insana şərəf verməz. Peyğəmbər itaətində olmaq insana şərəf verər. Peyğəmbər yanında oturub durmaq insana fəzilət verməz. Peyğəmbərin əmrlərinə itaət insana fəzilət verər. Dünən tarixdə bir dənə məsələ oxuyurduq. Peyğəmbər Məkkədən Mədinəyə hicrət elədi, gəldi Mədinə şəhərinə. Əvvəlin il ki Mədinəyə gəlib, Mədinə cəmaatda Peyğəmbərlə Məkkədə əqəbə peymanı bağlayıblar 2 dəfə. Ki, ya Rəsul, ay Allahın Peyğəmbəri, biz səni şəhərimizdə müdafiə eləyəcəyik. O Əmisi Abbas gəldi, dedi ya, əgər aparıb qardaşım oğlunu orada xəyanət eləyəsinizsə, elə mən əziyyətə də dözsəm qardaşım oğlunu saxlayacam, aparmayayım Mədinəyə. Bunlar söz verəndən sonra Peyğəmbər Məkkədən Mədinəyə hicrət elədi da. İndi gəldi Peyğəmbər Məkkədən Mədinəyə hicrət elədi, Əbu Süfyan lənətullah əleyh bir ticarət kərvanına başçılıq eləyərək Şama tərəf səfər eləyirdi. Peyğəmbər yığdı bütün Mədinəni, mühaciri və ənsarın hamısını, dedi ki, Əbu Süfyanın başçılıq elədiyi kərvan qaydandan sonra bu kərvanın qabağını kəsmək lazımdır. 2 dənə də vəcihin yazıra, tarix çoxdur da, istəmirəm onu mən danışam.
2 dənə vəcin yazın. Nə əsasa Peyğəmbər karvanın qabağını kəsib qarət edir. Bu Peyğəmbərə yaxışan və uyğunlaşan, Peyğəmbərə yaraşan simadır və sifətdir. Necə Peyğəmbər qarət? 2 dənə yolu var idi. Biri bu idi ki, mühacir, həcrət eləyənlər var idi, Peyğəmbərlə Məkkədən gələnlər. Onların özlərinin bir çox malları qalmışdı Məkkədə, Məkkəlilərdən ala bilmirdilər. Malların, heyvanların, dəvələrin, atların, silah-sursatların, yaşayış üçün nələrin, tamamı yaşayış vəsailələrin qoyub Peyğəmbərlə hicrət eləmişdilər da. Peyğəmbərə də qaytarmırdılar bunlar bunu. Peyğəmbərin haqqı var idi bunlarla bu cür neyniyə, müharibə eləyə, onların orada qalan mallarını ələ gətirə. Bu birinci şərt idi. Bu bir. Ki, buna kimsə Peyğəmbərin barəsində bu sözü əksin deyə bilməz. İkinci buydu ki, Allah ayə göndərmişdi. Peyğəmbər məktəbini qəbul eləməyib, sənlə müharibə eləyib. Sənlə düşmənçilik eləyənlər, sənin də haqqın və hüququn var, onlarla müharibə eləyəsən. Peyğəmbərin ikinci haqqı buydu ki, elə bunlarla müharibə eləyib, bunlardan müharibədən ələ gələn qəniməti də ənsar və mühacir arasında bölə bilərdi. Düzdür? İndi Peyğəmbər neynədir? Mədinə cəmaatı. Zəmzəm ibni Əmr-i Qəffari bir nəfər Əbu Süfyan göndərdi xəlvət Şama, Məkkiyə. Dedi ki, get deyin ki, bu həmən ticarət karvanları, o zaman da biz necə idi? Bir nəfəri məsələn ticarətə rəhbər seçərdilər. Hərənin öz ticarət malları onda olanda buna rəhbərçiliyi hesablaşardı. Biri məsələn 2 nəfər qulamın, biri 1 nəfər, biri 3 nəfər, hərə öz malının əndazəsində verərdi, tapşırardı bu ticarət karvanının başçısına. Qaydanda da nə edirdi? Alardı, hesabını alardı və bunlarla nə edirdi? Azlaşardı. O ticarət karvanının başında gedənə də xüsusi məvacib verərdilər, ücrət verərdilər. Deyir, göndərdi, salamun aleyküm. Məkkənin cəmaatına dedi ki, hər kimin ticarət malları var, gəlsinlər, neynəsinlər, malları mühafizə eləsinlər. Mən Şamdan qaydanda Zəfran adlı bir dənə məntəqədə İbn Abdullah Muhammed el-Mustafa sallallahu aleyhi və aleyhi və səlləm ticarət kərvanının mallarının birini də buraxmazlar bizə. Birini də verməzlər. Əz qəzada usul hadisədir. Gəldilər, çıxdılar bunlar Mədiniyə. Peyğəmbərə xəbər çatdı ki, Şamdan qayıdan ticarət karvanının qabağını kəsmək o qədər də asan deyil. Artıq Məkkədən bir qrup köməyə gəlib. Peyğəmbər fikirləşdi ki, neyniyim, Mədiniyə qayıtsam, nə deyərlər? Və yaxud, buradan Məkkədə, Mədinədən xaric müharibə eləsən, bu cəmaat nə deyər? Deyər, ya Rəsulallah, biz sənə söz vermişdik, səni şəhərin daxilində mühafizə eləyirik. Şəhərin xaricində yox. Peyğəmbər şuranı yığdı, cəmaatı yığdı, dərdin dedi. Dedi, belə bir dənə məsələn üzləşmişik, neyniyək? Neyniyək? Mədinədən birinci tarixini araşdıranlar açıb baxarlar. Birinci xəlifə durdu, dedi ki, yaxşı olar qaydaq Mədiniyə. Çünki bizim o qədər azuqəmiz də yoxdur, bizim o qədər silah-sursatımız da yoxdur, biz belə bir müharibə üçün hazırlıqlı gəlməmişik. Sonra ikinci xəlifə durdu, həmən sözü dedi. Bir nəfər durdu Peyğəmbərin yanında olanlardan, mühacirlərdən bir nəfər. Dedi, ya Rəsulallah, sizə biz itaət eləmişik. Bizə verdiyiniz dəyərdəndir ki, bizi ilə məsləhət edirsiniz. Sizin məsləhətiniz Allahdır. Cəbrail nazir olur, sənə göstəriş verir, eləyirsən. Sən hər nə desən, biz onu eləyirik. Biz kimi sizə məsləhət verək. Bunlar iddia Peyğəmbər bölündə əvvəlin cəhənnəmə gedənlər idilər. Əvvəlin cəhənnəmə gedənlər idilər. Ki, itaət və imanın insanın şəxsiyyəti o zaman Peyğəmbər itaətində olsa olar da, Peyğəmbər yanında olmaq insana dəyər verməz, fəzilət verməz. Əbu Cəhil bir ömür Peyğəmbər yanında oldu. Niyə Quran onun cəhənnəm əhli olduğunu vurğuluyur? Peyğəmbər yanında olmaq o zaman qədir və qiymətə malikdir ki, insan Peyğəmbərin həyatına itaət edir. Tamamı əmirlərinə baş əyə, heç birinə müxalif olmuyor. İndi məsələn elə bir zamanlar gəlib çıxıb ki, biraz da o dövrdən qəvi fitnələr yayılır. Biraz da o dövrdən qəvi və güclü, belə desək, dindarlar, qeyri-dindar arasında problem yaradır. Mən dünən, yox, Sırağa gün Məşədinin atasının yerində o məsələni demişdim və orada xüsusi adamlar var deyil, onlara görə də demişdim. Ki, ümumi danışmışdım, xüsusi də onlara aid idi. O da bundan ibarət idi ki, bir cəmiyyətin dindarın, şiyəni, Əhl-i Beyt, salamun aleyküm, Əhl-i Beyt tərəfdarın, əgər bu cəmiyyətin bəzi özün böyük görənləri Vəhabi adlandırsa, kül düşsün onların başına. Hələ bunlar ayıra bilməyib Vəhabi ilə şiyə kimdir? Hələ bunlar başa düşməyib, and olsun Allaha yaxşı başa düşüblər. Amma lazım olanda öz məqsədlərinə uyğun bu adı qoyurlar. Bunlar yaxşı bilirlər şiyələrdir bunlar. Bunlar Vəhabilər deyirlər, bunlar millətin sevən, insanlığı sevən.
Bunlar Əhl-i Beyt yolu gedən, bunlar həqiqət sevən insanlardılar. Bunların işi Vəhabi kimi baş kəsmək, qan tökmək deyil. Onu yaxşı bilirlər. Prosto hərə öz işində, belə desək, özün duruya çıxartmaq üçün kiməsə ləkə atmaq bunlar üçün adi məsələlərdir. Şöyle birinin adını Vəhabi qoyurlar, birinin adını nə, birinin adını batıl əqidələr. Şöyle niyə? Olan cəmiyyətdə dindarlarla cəmaat arasında müxalifət yaratsınlar. Cəmaat arasında ixtilaf yaratsınlar. O bir nəfər vardı, xilaf əqidələrdən biri. Şeyx Əbdüssalam öz əqidəsində bunu bilsən nə bilirdilər? Böyük bir dənə zahid, arif. Günlərin bir günə deyir, gəldi durdu minbərdə. Dedi ki, ay cəmaat, millətə belə səsləndi. Hamı da qulaq asır, görəsən nə dedi. Behişdə bir neçə satlıq yerimiz var, istəyirsiniz. O qədər ehtimad edildilər. Hamı gəldi minbərin ayağına, ağa sənə qurban olun, behişdən bizə 1 sot, 3 sot, 5 sot. İndi kimi tamamlanmışlardı, elə bir behişdə evzat tikəcəklər bunlar. Allah behişdən evləri bizim bugünkü namaz, ibadət, itaətimizdir. Orada mələklər işləyir. Peyğəmbərin hədisi var ha. Deyir, mən Meyraca gedəndə gördüm, bir qrup mələk işləyir, bir qrup dayanır. Cəbraildən sual edim, Cəbrail, bu işləyənlər kimdir, dayananlar kim? Deyir, Cəbrail mənə dedi ki, o mələklər ki işləyirlər ha, xidmətkardılar ha, onlar o möminlərin zikirlərinin xadimləridir. Burada onlar üçün şəraitlərin bina edirlər. Bizi başa salmaq üçün deyə. Onlar ki dayanırlar, Allahın zikrindən dayanıblar. Mələklər əl götürüb işlərindən. Behiştin evləri də hamısı mələk bizə xuddam deyə xadimdir, əgər biz doğrudan insan ola bilsək. Ki özü işlərimizi görür orada. Hala behişdən yer satırlar. Şeyx Əbdüssalam cəmaata yer satır. Bir nəfər gecikmişdi, arxada qalmışdı. Gəldi sat, dedi Şeyx, mənə də qalıb behiştindən yer. Dedi ki, 2 dənə yerim qalıb. Biri özümündür, bir də ulağındır. Çox təkiddən sonra dedi, eybi yox, öz yerini mənə ver, ulağınla sən behişdə keçinərsən. Dedi, yaxşı, bir miqdar pula da bunu satdı. O qədər ehtimad edirdilər, kör-körana təqliddir da, bədbəxtçilikdir da bu. Deyir, günlərin bir gündə Şeyx Bəsrədə namaz qılırdı, Şeyx Əbdüssalam. Dedi, gördülər, dedilər, çex-çex eləyir. Onlar farsların təbiri ilə deyir, amma onu o ədəbiyyatdan oxumuşam. Onlar çex-çex deyər, nə bizə deyirlər, məsələn, heyvana o tərəkəmələr bilir da, çıx-çıx deyirlər ha. Deyir, namazdan sonra bir nəfər yaxın, Şeyx, nə məsələdir? Dedi, Bəsrədə namaz qılıb, Məscid-ül Hərama baxırdım, Kəbiyə baxırdım, gördüm bir dənə it girib Kəbiyə. Orada onu çıxardırdım. Millət dedi, ay Şeyx hansı həddə çatır? Şeyxin də müridlərindən birinin arvadı Əhl-i Beyt tərəfdarı idi. Bir ağıllar var idi, zay adam deyildi, başı ağıl üstündə idi, hər deyilən fitniyə uymazdı. Bu Şeyx müridlərindən biri dedi, arvad sən haçan bu Şeyxin əqidəsini qəbul etsən? Dedi, bir gün onu bizə qonaq gətir, mən onu qəbul edəcəm. Burada nə var ki? Da əgər o həddədirsə, niyə qəbul eləməyim? Nə karəyəm? O vaxtın arvadları biraz kişilərdən qorxurmuşlar da, indikilər biraz qorxmurlar. Deyir, neysə Şeyx sevindi ki, şükür Allaha, arvadım da döndü daha Əhl-i Beytin yolundan. Gəldi evinə, deyir, neçə nəfər ki, təqribən bir 50 nəfərlik, 30 nəfərlik, 40 nəfərlik bir süfrə hazırlamışdılar. Xüsusi plov dəmləmişdi xanım. Üstünə də hərəsinə xüsusi bir dənə toyuq hazırlayıb qoymuşdu. Bir dənə Şeyxin toyuğunu qoymuşdu düyünün altına. Şeyx oturdular başdan, toyuqsuz düyündə verdilər qabağına. Şeyx baxdı hamının süfrəsinin stoluna, dedi ki, xanım, mənə tohin edirsən? Mənlə nəsə ədavətin var? Yəqin başqa əqidədəsən ona görə. Dedi ki, yox, nə olub ki, Şeyx? Dedi, mənə niyə toyuq qoymamısan? Dedi, Bəsrədən oturub Kəbiyə girən iti görürsən, düyünün altındakı toyuğu görmürsən. Elə bu düyünün altındadır da. Deyir, durdu evindən çıxdı ki, bu xanım rafizidir. İndi düz söz deyəni rafizi adlandırırlar da, düşmən adlandırırlar da, yetər ki düz deyib. Deyir, əri həmən gündən Şeyx Əbdüssalamın başını buraxdı, xanımına dedi ki, sən nə yoldasansa, mən də o yoldayam. İndiyə kimi başımıza bizim oyun açıblar bunlar. İndi o məclisdən duran Şeyx Əbdüssalam da bilir, nə yoldadır. O xanım da düz yoldadır. İndi bu xanımla əqidələrə uyğun gəlmirsə, o xanımı gərək pis çıxardı. Dedi ki, sən çox rafizi və xəbis adamsan. Dedi, durdu, çıxdı, getdi.